Fevralın 16-sında gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən müstəqil aza bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcədən 7 dərəcəyə qədər isti, gündüz 15 dərəcədən 20 dərəcəyə qədər isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70%-dən 80%-ə qədər təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq və dağ ətəyi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6 dərəcədən 11 dərəcəyə qədər isti, gündüz 15 dərəcədən 20 dərəcəyə qədər isti, dağlarda gecə 3 dərəcədən 8 dərəcəyə qədər isti, gündüz 13 dərəcədən 18 dərəcəyə qədər isti olacaq.